Good Friday, my Christian and Muslim friends. Gördüğünüz kimi yer, göy İsa üçün ağlayır. Her şeyde bir şey yok. Sadece normasında yağır. Burada heç vaxt normadan artıq yağış yağmır. Həmişə normasında. Qardaşlar, gəlin sizə qəşəng məlumatlar verim. Burada da gördüyünüz kimi Ölüxana kilsənin yanındadır. Yadıma düşdü. Nədir o? Bakıda sirkin yanındakı meçid. O yadıma düşdü. Əjdərbəy meçidi yadıma düşdü. Deməli, Good Friday nədir? Good Friday İsa'nın çarmıxa çəkilmə günüdür. Nəyə görə Good Friday deyirlər? Biraz adamın ağlı qarışır. Əslində bu bir matəmdir, yas mərasimidir. Sadəcə bunlar bunu belə deyək də, əzmin, mübarizənin, inancın, sonra təslimiyyətin, qalibiyyətin bir simvolu kimi görürlər İsa'nın çarmıxa çəkilməyin. Ona görə də bunlar bunu Good Friday adlandırırlar. Bugün də plus belə deyək, cümə günüdür. Hamımızın cüməsi mübarək. Deməli, bugün normal statik insanın həyatında 10 dəfə baş verər ya da 12 dəfə də belə deyək maksimum 2 günün birləşməsi. Ona görə bu günləri ağzınızı açıb göyə amin amin desəz belə dualarınızın qəbulu olmaq ehtimalı çox böyükdür. Çünki 4 milyarddan çox insan bugün dua edir. Məsəl üçün müsəlmanlar cümləyə gedir, xristiyanlar da eyni saatlarda təxminən kilsəyə gedir, saat 3-də falan dua edirlər. Belə maraqlı adətlər var. Bu biraz mənə Aşurəni xatırlatdı bunların. Bunlar da məsələn müxtəlif ölkələrdə, deyək, xristiyan ölkələrində qara geyinirlər, nə bilim özlərini zincirə vururlar, sonra ağlaşma zadı filanca bir şeylər eləyirlər. Ondan sonra canım sədəsin musiqi, məsələn Almaniyada rəqs eləmək qadağandır. İrlandiyanın özündə burada məsəl üçün publar işləmir, içki satılmır. Sonra canım sədəsin qumarxanalar işləmir. Falan təsməkan. Yəni belə bir şeylər. Ona görə durun, gedin, ibadətinizi eləyin. Allah qəbul etsin.